Uşaqlar, 16-cı suala baxaq. Deməli, bu sualda x-in ala biləcəyi ən böyük tam qiyməti bizdən istəyir, düzdürmü? Bu sualda siz nə edəcəksiniz? Üçbucaq bərabərsizliyindən istifadə edəcəksiniz. Üçbucaq bərabərsizliyi necə idi? Mən bu üçbucağı yenə də işarələyirəm. Üçbucaq bərabərsizliyi elə idi ki, üçbucağın bir tərəfi digər iki tərəfin, baxın, üçbucağın bir tərəfi, mən burada yazacağam bunu, tamam mı? Yəni x üstə gəlinsin 3, digər iki tərəfin 7 ilə 10-un fərqindən, 7 ilə, yəni 10 ilə 7-nin fərqi nə qədər edir? Təbii ki də digər iki tərəfin fərqi deyəndə, yəni bu belə deyim də 7 ilə 10 deyirsinizsə, bunun fərqindən böyükdür deyirsə, bu hissə modunda olur da. Yəni çünki belə deyim, burada bu ifadə mənfi də çıxa bilər deyə bizə müsbət olması lazımdır. Ona görə də belə deyim, bu modulda yazılır. Fərqindən deməli böyükdür, amma cəmlərindən 7 ilə onun cəmindən isə nədir? Kiçikdir. Və nəticədə burada biz qeyd edirik ki, x üstə gəlinsin 3, deməli böyükdür 3-dən və kiçikdir 17-dən. Və x deməli böyükdür 0-dan. Elə bil ki, bu 3-ü bu tərəfə keçirdəndə nə olur? Olur 3 çıxılsın 3. Yəni bu müsbət 3 də olur mənfi 3. 17 burada qalır. Müsbət 3-ü mən deməli sağ tərəfə keçirdəndə nə olur? Mənfi 3 olmuş olur. Deməli nə olacaq? 17 çıxılsın 3 və x böyükdür 0-dan, kiçikdir 14-dən. Nəticədə mənim belə deyim, gəlin burada mən artıq bunu qeyd edim. Deməli, x böyük olmuş olur 0-dan, kiçik olmuş olur 17-dən. Bunu burada qeyd edək ki, biz rahat işləyə bilək. Deməli, böyük olmuş olur 0-dan, kiçik olmuş olur 14-dən. Və mənə deyir ki, x-in ala biləcəyi ən böyük tam qiyməti tapın. X burada ən böyüyünü ala bilər. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 və 13. Ən sonuncu 13 ala bilər. Ən böyük qiymətini ala bilər. Demək ki, x burada ala bilər 13. Gəlin, hətta bunu isbat edək. Deməli, 13 düzdür. X-ə 13 qoysam bu tərəf nə olur? 16 olur. 16 digər iki tərəfin 10 ilə 3-ün fərqindən kiçikdirmi? Bəli. Yəni 10-dan 7-ni çıxanda 3 eləmiş olur. Və nəticədə 16 digər iki tərəfin fərqindən kiçikdir. Bəs cəmindən, üzrlü sayın uşaqlar, 16 digər iki tərəfin deməli fərqindən böyükdür. Yəni 10 ilə 7-nin fərqindən böyükdür. 16 digər iki tərəfin 10 ilə 7-nin cəmindən kiçikdirmi? Bəli. 10 buradadır, 7 buradadır. 10 ilə 7-ni toplayanda 17 edir və nəticədə həqiqətən də 16 17-dən kiçik olmuş olur. Nəticədə mənim x-imin cavabı nədir? 13-dür. 17-ci sualı sizə saxlayıram ki, bunu özünüz düşünəsiniz. Üçbucağın perimetri. Uşaqlar, ümumiyyətlə sizə belə bir şey məsləhət görürəm. Yəni, bir sualın həllinə baxanda, tutaq ki, oxşar suallar verilir. Bir sualın həllinə baxırsınızsa, digər sualı özünüz həll eləməyə cəhd edin. Çünki mən burada, məsələn, 17-ci sualı izah eləməyimin bir mənası yoxdur. İkisi də eyni şeylərdir. Və nəticədə siz artıq özünüzü təkmilləşdirmiş olacaqsınız. Həqiqətən başa düşmüsünüzsə, siz o sualı da yaza bilərsiniz, yəni. Ona görə də 17-ni mən sizin xeyriniz üçün saxlayıram. 18. Üçbucağın perimetri 26-dan kiçikdirsə, mənə bu cümləni verib. Mən ilk öncə araşdırmalıyam, üçbucağın perimetri nə idi? Üçbucağın perimetri üçbucağın tərəflərinin cəminə bərabərdir. Yəni bu tərəf, baxın, bu tərəf və bu tərəflərin cəminə bərabərdir. İndi mən də qeyd edirəm. Nəyi qeyd edirəm? X minus 1 üzərinə gəlinsin. Digər tərəfim 2x-dir. Üzərinə gəlinsin. X üzərinə gəlinsin 5. Üçbucağın perimetri kiçikdir neçədən? 26-dan. Baxın, kiçikdirsə, özü verib. Kiçikdirsə. Kiçikdir 26-dan. Və nəticədə x, 2x, x nə qədər eləyir? X üzərinə x gələndə 2x üstə gəlsin 2x, 4x. Düzdür? Buradan qeyd edirəm. 4x, burada da mənfi 1. Üzərinə gəlinsin 5 elədi 4. Kiçikdir 26-dan. Deməli, 4x kiçikdir. 4-ü mən keçirdirəm sağ tərəfə olur mənfi 4. Sanki belə olmuş olur. Baxın. Mən bunu silim buradan. Baxın, belə bir şey olacaq artıq. X.
Burada müsbət 4 idi. Mən keçirtdim bu tərəfə, oldu -4. O zaman 26-dan 4-ü çıxıram, eləyir 22. X də kiçikdir 5,5-dən. Düzdür? Yəni x-in 5,5-dən kiçikdirsə, indi gəlin mən bunu burada səliqə ilə sizə yazım ki, göstərim. Düzdür? Aha. X-in 5,5-dən kiçikdir. Və x-in onda hansı qiymətlər ala bilər? Aha. X-in o zaman hansı qiymətlər ala bilər? Deməli, ala bilər. Aha. 1-i, 2-ni, 3-ü, 4-ü və 5-i. Aha. Mən indi gəlin bir-bir qoyum, yerinə qoyum və baxım. Yəni x-in mənfi ola bilməz. Yəni zaten burada mənə də deyir natural qiymətləri. Natural qiymətlərin cəmini tapın. Əla. Ona görə də mən burada mənfi verə bilmədim zaten. İndi keçirəm 1-i yoxlayıram. İlk hal mən 1-i yoxlayacağam. Mən 1 qoysam bu üçbucaq nətər olar? 1-dən 1-i çıxıram, bura oldu 0. 2-ni 1-ə vururam, oldu 2. Deməli, 2-nin üzərinə 5 gəlirəm, daha doğrusu üzrlü sayın, 1-in üzərinə 5 gəlirəm, oldu 6. Heç mən digərlərini yazmamışdan əvvəl, yəni bu tərəfi görəndən sonra digərlərini yazmağa ehtiyac yox idi. Üçbucağın tərəfi 0 ola bilməz axı. Ona görə 1 çıxdı bizim sıramızdan. Yəni 1 ola bilməz. Mən 1-i buradan silirəm. Keçdik növbətiyə. Növbəti bizə nə verilib? Növbəti bizə verilib ki, aha. Yenə mən üçbucağımı çəkirəm. İkinci ədədim demək ki, nə imiş? 2 imiş. 2-dən 1 çıxıram, oldu 1. 2-ni 2-yə vururam, oldu 4. 2-nin üzərinə 5 gəlirəm, oldu 7. Düzdür? İndi baxıram. Üçbucaq bərabərsizliyinin əsasını yoxlamalıyam. Üçbucağın bir tərəfi digər iki tərəfin 1 ilə 4-ün fərqindən böyük olmalıdır. Həqiqətən də 7 3-dən böyükdür. Cəmindən isə kiçik olmalıdır. 7 5-dən kiçikdirmi? Xeyr. Deməli, üçbucaq bərabərsizliyini ödəmədiyi üçün mən bunun əsasında deyə bilərəm ki, belə bir üçbucaq yoxdur. Ona görə də 2-ni də almır. Mən düz dedim, düz dedim. Aha, deməli 1 almır, 2-ni almır. Gəlin 3-ü yoxlayaq. Aha, üçbucağımızı çəkirik. 3-ü yoxlasaq, baxın. 3-dən 1-i çıxanda nə qədər olur? 2 olur. Baxın, bura əsasən deyirəm. 3-ü 2-yə vuranda nə olur? 6 olur. Baxın, buna əsasən deyirəm. Buradakına əsasən. Aha, baxın, 3-ün üzərinə 5 gələndə nə olur? 8 olur. Buradakına əsasən deyirəm. Nəticədə 8 digər iki tərəfin fərqindən, 6 ilə 4-ün fərqindən həqiqətən də böyükdür. Cəmindən kiçikdirmi? Xeyr, cəmindən kiçik deyil. Bərabər olduğu üçün bu da səhvdir. Cəmindən nə olmalıdır? Kiçik olmalıdır. Ona görə də buranda qeyd edirəm ki, buradakı da bizə səhv verilib. Nə verilib? Səhv verilib. Daha doğrusu üzrlü sayın səhv verilib deyəndə ki, belə bir üçbucaq, yəni x-in yerinə 3 qoysam, nə olmaz? Belə bir üçbucaq olmaz. İndi mən gətirirəm x-in yerinə 4 qoyuram. X-in yerinə 4 qoyanda 4-dən 1 çıxanda 3, x-in yerinə 4 qoyanda bura olmuş olur 8, yəni 4 vurulsun 2 8. X-in yerinə buradakına görə mən 4 qoysam olacaq 9. 9 həqiqətən digər iki tərəfin 3 ilə 8-in fərqindən böyükdür, amma cəmindən isə kiçikdir. Nəticədə mən x-in yerinə 4 qoya bilirəm. 4 qoya bilirəmsə, zaten 5 də qoya biləcəm də. Yəni minimal qiymət 4-dən başlayırsa, bu x5-i də ala bilirsə, demək ki, mən maksimal olaraq 5 qiymətini də qoyacağam. Yəni x-in yerinə minimal olaraq 4, maksimal olaraq 5 qiymətini qoymuş olacağam. İnanmırsınızsa, gəlin yoxlayaq. Yəni belə sualları həll edəndə artıq minimal olaraq ala biləcəyi qiyməti tapmısınızsa, digərlərini yoxlamağa ehtiyac yoxdur, vaxt itməsin deyə. Mən 5 qoyuram sizə sübut eləmək üçün. 5-dən 1 çıxanda 4, 5-i 2-yə vuranda 10, 5-in üstünə 5 gələndə deməli 10. Və nəticədə bir tərəf bu 10, digər iki tərəfin fərqindən 10 ilə 4-ün fərqindən böyükdür. Cəmindən isə 10 ilə deməli 4-ün cəmindən isə həqiqətən də kiçikdir. Demək ki, mənim belə bir üçbucağım mövcuddur. Qiymətlərin ala biləcək qiymətlərin cəmini istəyir. Minimal 4, maksimal 5 almışdı. Mən də qeyd edirəm ki, 4 ilə 5-in bu niyə belə olur? 4 ilə 5-in cəmi bizə 9-u vermiş olacaq. Demək ki, mənim cavabım burada 9 qiymətini almış oluram. Aha.
Deməli 9. Keçdim. Bu sualı sizə saxlayıram. Gəldim 20-yə. Eyni sabit uzunluqda olan düz xəttli su kanalının bir tərəfində, yəni A ilə B nöqtələrində iki gözətçi məntəqəsi var. Burada bir dənə gözətçi var, burada da bir dənə gözətçi var. Su kranları var burada. Bunlar su kranları var burada və bu su kranlarının yanında gözətçilər var. Tamam. Və deyir ki, digər tərəfində də bir dənə də C gözətçi kranı var. Elə bil ki, tutaq ki, burada tutaq ki, burada bir dənə adam gözətçi burada oturub, burada başqa bir gözətçi oturub, burada da başqa bir gözətçi oturub. Neyniyir? Su kranlarına nəzarət edirlər. Nəticədə mühafizə edilir. İndi A və C arasındakı məsafə, A ilə C arasındakı məsafə, bura 20-dirsə, 20-dirsə. B ilə C arasındakı məsafə, baxın, B ilə C arasındakı məsafə neymiş? 24 mü vermişdi bizə? Baxaq. Bəli, 24-dür. 24 olarsa, bax, nə deyir onu da yazıram. Heç bir əlavə, heç bir şey eləmirəm. Olarsa, A ilə B arasındakı, baxın, buradakı olan məsafəni bizdən soruşur. Əla. Mən bunu necə tapa bilərəm? Üçbucaq bərabərsizliyinə əsasən, üçbucağın bir tərəfi digər iki tərəfin 24 ilə 20-nin fərqindən böyük, cəmindən isə 24 ilə 20-nin cəmi 44 eləmiş olur da, kiçikdir. Mənə A ilə B arasındakı ən böyük qiymət istəyir. Deməli, X başlaya bilər. 4 ilə 44 arasında qiymət aldığı üçün 4 ilə 44 arasındakı qiyməti aldığı üçün ən minimal 5, ən maksimal, yəni davam edir burada, ən maksimal 43 qiymətini alır və nəticədə bizə ən maksimal qiymətini istəyir, o da 43 olmuş olacaq. 21-ci sualda yenə də onu sizə saxlayıram və gəldik 22-ci suala. Deməli, ABC üçbucağında AB tərəfini bizə 8 verib, daha sonra BC tərəfini bizə 14 verib, sonra deyir ki, B bucağı A bucağından böyükdür. Baxın, B bucağı budur. Gəlin biz bu B bucağına bir beta deyək. A bucağına bir alfa deyək. Yaxşı. B bucağı mənə deyir ki, B bucağı böyükdür A bucağından. Baxın, bu işarə bucaq işarəsidir. Aha, ona görə bildirmişik. Yəni bu bucaqdır. Mənə deyir ki, B bucağı, baxın. B bucağı A bucağından böyükdür. Nə deyirəm onu yaz. Nə deyir onu yazıram. Burada baxın, B bucağı nədir? Betadır. Beta böyükdür A bucağından, alfadan. Yəni nədən? Bunun qarşısında nə dayanıb? A bucağının qarşısında 14 dayanıb. Yəni nədən böyük imiş? 14-dən böyük imiş. Yəni belə deyək də, alfadan böyükdür. Yəni 14-dən böyükdür. İndi AC tərəfinin ala biləcəyi, AC tərəfini mən bilmirəm nədir. Ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərinin cəmini tapın. Üçbucaq bərabərsizliyinə yönəlirik. Çünki mənim üçbucağımın iki tərəfi mövcuddur, amma bir tərəfi mövcud deyil. Onu tapmaq üçün üçbucaq bərabərsizliyinə yönəlirəm. Üçbucaq bərabərsizliyində deyir ki, üçbucağın bir tərəfi digər iki tərəfin 8 ilə 14-ün fərqindən böyükdür. 14 ilə 8-in fərqi nə qədər eləyir istəyirsiniz? Yəni bunu modulda da yazın. 6 eləmiş olur və cəmindən 14 ilə 8-in cəmindən kiçikdir. Deməli, mənim x-ım nə ala bilər? Oradan elə eşitdim ki, deyirsiniz ki, ən minimal 7 ala bilər. Xeyr. Baxın, mənim bu x-ım var. Mənə demişdi ki, B bucağı, baxın, bu B bucağı var. Bu B bucağı A bucağından nədir? Deməli, böyükdür. Mən burada da qeyd eləmişdim. Yəni beta, B bucağı nədir? Betadır. A bucağının qarşısında nə dayanıb? 14 dayanıb. Yəni beta 14-dən böyükdür. Beta 14-dən böyükdürsə, mən betaya 6 deyə bilərəmmi? Xeyr. 6 14-dən böyükdürmü? Xeyr. Ya da daha doğrusu 6 deyə bilmərəm zaten. X 6-dan böyükdür. 7 deyə bilərəmmi? Xeyr. Çünki yəni burada əgər x 6 ilə 24, daha doğrusu 6 ilə 22 arasında bir qiymət alsaydı, o zaman x-a minimal mən 7 deyərdim. Amma mənə burada deyir ki, bu x, yəni beta bucağın qarşısında nə dayanıb? Beta bucağın qarşısında x dayanıb da. Yəni bucağın qarşısında mən burada beta bucağı qeyd eləmişəm uşaqlar. Yəni x demək istədim. Ağlınızı qarışdırmayın. X 14-dən böyükdür.
Yəni bu əgər beta bucağı alfadan böyükdürsə, beta bucağının qarşısına qalan tərəf də, yəni bu x da alfa bucağının qarşısına qalan tərəfdən 14-dən böyük olmuş olur. Aydındırmı indi? Hə. Demək ki, mən bunların kəsişməsinə baxmalıyam. Bir intervalda da yazsaz görə bilərsiniz zaten ki, x-ə mən burada minimal olaraq o zaman 15 verə bilərəm. Onda bu nə deməkdir? Yəni x belə deyim 14 ilə 22 arasında qiymət almış olur. O zaman x-in minimal qiyməti 15-dir, maksimal qiyməti də nə imiş? 21 imiş. Toplayanda bizə 36 verir. Hətta gəlin inanmırsınızsa intervalla da mən sizə göstərim. Bunların kəşmə nöqtəsini göstərim sizə. Yəni burada baxın. Aha, deməli mən bunu çəkirəm. Mənə deyir ki, x. Baxın, bir qiyməti bura 14 yazıram. 14-dən böyükdür. Digər qiymətini yazacağam. Burada bir başqa bir rəng götürək. Gəlin bir yerdə. Aha, bura 6-dır. Burada 22-də tutaq ki, 6 ilə 22 arasında qiymət alır. Bunların kəşməsi hara düşdü? Baxın, biri buradadır, biri buradadır. Kəşməsi 14 ilə 22 arasında düşdü. Yəni x ala bilər 14 ilə 22 arasında qiyməti. Deməli, burada qaraltmamışam da içini. Yəni 14-ün özünü ala bilmir. 14 ilə 22 arasındakı olan qiyməti. Nəticədə mənim maksimal qiymətim 21, minimal qiymətim 13-dür. Daha doğrusu üzrlü sayın uşaqlar 15-dir. Arada fikrim gedir, ona görə bu şəkildə səhvlərə yol verirəm, amma bunların cəmi bir yerdə 36 eləmiş olacaq. Bizim 23-cü sualımızda onunla eyni bir sual olduğu üçün, deməli, onu siz işləyəcəksiniz. Əgər bəyəndinizsə, yorumlarda fikirlərinizi, ümumiyyətlə fikirlərinizi bildirməyinizi çox istəyərəm. Yəni bunlar bizim üçün böyük şeylərdir ki, sizlərin fikirləri bizim bu testləri izah etməyimizə səbəbdir. Xoşunuza gələn məqamlar, xoşunuza gəlməyən məqamlar, hər bir nöqtəni qeyd etməyiniz bizim üçün yaxşı olar. Bəyəndinizsə bəyənməyi unutmayın və davamlı istəyirsinizsə yorumlarda bildirin. Bu qədər.